Şəkərli diabet zamanı qanda şəkərin miqdarının azalması nəyin hesabına baş verir? Bu mexanizmlar haqqında danışmaq istəyirəm. Əslində çoxdur mexanizmlar, amma əsaslarını deyəcəm, digərləri də bu əsaslardan irəli gəlir. Deməli, ən birincisi odur ki, bizim əzəllərimiz işləyəndə, biz idman eləyəndə, fiziki aktiv olanda bizim əzəllərimizə enerji mənbəyi lazımdır. Bax, qandakı şəkər bu enerji mənbəyidir. Burada çox kompleks kimyəvi reaksiyalar baş verir. Sonda onun nəticəsində glukoza parçalanır, şəkər parçalanır və enerji mənbəyi olan ATF əmələ gəlir, hansını ki əzələlərimiz istifadə edir. Bu birinci mexanizmdir. İkinci mexanizm odur ki, insulin dirəncliyi, bu bildiyimiz insulin rezistentlik istifadə etdiyimiz termin var. İnsulin dirəncliyi azalır. İnsulin dirəncliyi də diabetin ilkin mərhələsidir. Prediabetdir, sonunda gedib diabetə çıxarır vaxtında qarşısını almasın. Bax, idmanla məşğul olanda insulin dirəncliyi azalır və elmi mənbələr deyir ki, əslində orta və yuxarı intensivlikli idman eləyəndə insulin dirəncliyinin azalması təxminən 48-72 saat dəli idmanın bitməsindən sonra davam edir. İkinci mexanizm budur. Və üçüncü mexanizm da odur ki, əzəllərimiz ambar şəklində çıxış eləyir. Yəni, glukozanın glikogenə çevriləndən sonra əsas saxlama yerləri bədənimizdə qaraciyərdir və əzəllərdir. Və məntiqi olaraq bunu demək olar ki, əzəllərimiz nə qədər böyük olsa, əzələ kütləmiz nə qədər çox olsa, bir o qədər çox qandan şəkəri götürüb əzəllər saxlaya bilər. Ona görə şəkərli diabet zamanı idmanla məşğul olanda təbii proseslər hesabına qanda şəkərin azalması baş verir və buna görə də dərmanların dozasının azalması tədricən müşahidə oluna bilər. Şəkərli diabet xəstələri nəzərə alsınlar bunu.